Salam, əziz məni dinləyənlər. Mən gül mürəbbəsi bişirmək üçün gül ləçəklərini toplamışdım və o gül ləçəkləri uzun müddət soyuducuda bilirsiniz ki, o may ayında ancaq açır. Yəni hər dəfə onu yığdıqca, soyuducuya qoyduqca o qalmır. Müəyyən hissəsi var ki, o saralır. O saralmasın deyə mən əvvəlcədən götürdüyüm bankaların içərisinə 1-2 qaşıq pesoq tökürəm. Sonra biraz yığıram, biraz ortasına pesoq tökürəm. Biraz da yığıram, ağzınacan doldurulandan sonra biraz da üzərinə pesoq tökürəm və qaynar su tökürəm, qalır. Görürsüz, rəngi dəyişib. Hərə niyə? Çünki mən onu sonra pesoqumu alacağam, ondan sonra şərbət edib mən bunu çəkiyə uyğun pesoqu bilirsiniz də 100 qrama 1 kilo pesoq gedir. Mən əvvəlcədən bunu çəkmişəm ki, nə qədərdir var burada gül və belə balonları yığıb qoyuram. Üstünə də qaynar su tökmüşəm. İndi soyuducuda saxlayacağam. Nə vaxt vaxtım oldu, nə vaxt pesoqu aldım, onda şərbət edib mürəbbəmi bişirəcəm. Siz də belə etsəz, bu gül ləçəkləri heç vaxt xarab olmaz. Sağ olun.